Azərbaycandan göndərilən humanitar yardım karvanı sərhəddən keçərək İrana yola salınıb. Azərbaycan prezidentinin tapşırığına əsasən İrana növbəti humanitar yardım Cənub Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə yola salınıb. Cənub Astara dövlət sərhədindən buraxılış məntəqəsindəyik. Bugün ölkə başçısının tapşırığı ilə İran İslam Respublikasına sadəcə 3-cü humanitar yardım yola salınır. Humanitar yardımı gətirən 10 yük avtomobili artıq buraxılış məntəqəsinə çatıb. Buradan isə müəyyən prosedur qaydaları keçdikdən sonra yük avtomobilləri İrana yola salınacaq. Qeyd edim ki, bu yük avtomobillərində ümumilikdə 200 tona yaxın humanitar yardım var. Bu addım Azərbaycan prezidenti İlham Əliyev ilə İran prezidenti Məsud Pezeşkiyan arasında keçirilmiş telefon danışığının nəticəsi olaraq qonşu və dost İran xalqının mövcud ehtiyaclarının ödənilməsi məqsədi ilə həyata keçirilib. Humanitar yük daşıyan avtomobillər sərhəd buraxılış məntəqəsində müvafiq gömrük prosedurlarından keçdikdən sonra humanitar yardım karvanının İran İslam Respublikasına keçidi təmin olunub. Ümumi çəkisi 200 ton olan yardımın tərkibinə 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri, həmçinin 3 ton tibbi ləvazimat daxildir.